Salam değerli şagirdler. Yeni Puzzla'dan denklemler mövzusu, birinci dərəcənin denklemler mövzusu test 1 aynen sual izahına devam edirik. Deməli burada deyir ki, bu x dəyişkenine bağlı birinci dərəcədən bir denklem. Birinci dərəcədən olmağı burada x'in maksimum qüvvətinin 1 olması deməkdir. Bunun üçün də gərək bu x kvadrat olan hissə olmasın. Olmasın ne deməkdir? Yəni bunun katsayısı əmsalı 0 olsun. M olur 2. Eyni şəkildə bunun da dediyim kimi 1 olması üçün n üstəgəl 3 bərabər olmalıdır 1'ə. N olur -2, m də 2'dir. Buranda alınır -4. Dördüncü sual, belə bir sual eləmək üçün ən gözəli bunları ikisinin ortaq paydasına, ortaq məxrəcinə, yəni 6'ya vurmaqdır. 6'nı 3'e bölürəm 2, buna vuranda 2x üstəgəl 2. 6'nı 2'ye bölürəm 3, buna vuranda 3x çıxı 3. Bərabərdə 6. Buradan 5x bərabərdir. Üstünə 3 yərəm 9, 2 çıxıram 7. X də 7 bölü 5. İkinci sual çox asan bir sual. X keçir digər tərəfə 2x, 8'dən 4 çıxırıq 4, x'imiz olur 2. Burada açıram 5x çıx 2x çıx 4 bərabərdir 2x üstəgəl 5. 3x çıx 4 bərabərdir 2x üstəgəl 5. X olur 5 üstəgəl 4 yəni 9. Üçüncü sual. Çarpaz vururam 3x üstəgəl 6 4x üstəgəl 2. Mənfi x bərabərdir -4, x'imiz oldu 4. Altıncı sualda yine məxrəclərə baxıram 2, 3 və 6 var. Hər tərəfi 6'ya vururam. 6'nı 2'ye böldü 3. Bura vuranda 3x üstəgəl 3. 6'nı 3'e böldü 2. Bura vuranda 4x çıx 6. Bərabərdə 11. 7x çıx 3. 11. 7x 14. X'imiz oldu 2. İlk 6 sual olduqca asan idi. Görək davam edəcədir. 7. sual. Belə bir sual eləyəndə ilk olaraq məxrəcə eyni olanları 1 yazmaq lazımdır. X üstəgəl 1, 2x üstəgəl 2. Üstəgəl x çıx 1'də x bərabərdir 7. Bu 2 eləyəcək. 2'nin üzərinə gəlsəm 7 olar. Bu 5 olmalıdır. Buradan x bərabərdir 5x çıx 5, 4x 5, x 5 bölü 4. Burada necə eləyərəm? 10-cu sual eləmək üçün 0,4'dən 0,2 almaq üçün 5'e vurmaq olar. Mən bunun surətini də 5'e vururam. Çünki məxrəcin də surətini də 5'e vursam, məxrəci 5'e vuranda bu alınır. Deməli, surət də 5'e vuranda bu alınmalıdır. Bunu 5'e vururam. 5x çıx. 0,2'ni 5'e vuranda 0,1. 0,5 çıx x. X keçir bura 6x bərabərdir 0,4, x bərabərdir 0,4 bölü 6. Bu da 10'da 4 vur 6'da 1 desək. 10'dan 4 gedər 5 ilə 2, bu da gedər 3. 1 bölü 15. 8-ci sual. 8-ci suala diqqət eləyək. Bu məxrəcləri paydalar bir-birinin əksidir. Türkçə desək tərsidir. Bunları ortaq payda x çıx 1 götürsəm, bu 5x çıx 2 olduğu kimi qalır. Bu 1 çıx x ilə x çıx 1 bir-birinin əksi olduğu üçün deməli mən bu məxrəci mənfiyə vurmuşam. Surət də mənfiyə vururam. -2x üstəgəl 1 bərabərdir 2. Bu da 3x çıx 1 bərabərdir. Çarpaz vuranda 2x çıx 2 x bərabərdir -1. 11-ci sual. 2'nin üstünə gəlsəm 5 olar. 3. 3'ü nəyə bölsəm 3 olar? 1. Deməli bu 2 çıx 5 bölü x 1 olmalıdır. Buradan 5 bölü x. 2'dən 1 çıxanda 1. X'imiz də oldu 5. 9-cu sual. 0,3x çıx 5 bərabərdir. 5'i biraz sərgəli yazmağa çalışaq. 0,8'i buna vuranda 0,8x üstəgəl 1,6. Bu keçir bu tərəfə 0,3'dən 0,8 çıxanda 0,22x bərabərdə bura keçir 6,6.
X də bərabərdir. 6,6-nı 0,22-yə bölürəm. Hər tərəfi 100-ə vursam, 660 böl 22, yəni 30. 12-ci sual. 3-dən nə çıxsaq -8 olar? 11. 33-ü nəyə bölsək 11 olar? 3. 1 üstə gəl 4 böl 1 çıx x bərabərdir 3. Bu da oldu 2. 1 çıx x də 2 oldu. X də oldu -1. Gəldik 13-cü suala. Oxşar bir sual. 7-dən nə çıxsam 5 olar. Bura 2 oldu. Davamını köçürüm. X üstə gəl 3. Baxın, bura 2-dirsə, bir dənə köçürüm bunu. X üstə gəl x böl 2 bərabərdir 2. Çarpaz vururam. X üstə gəl 3 bərabərdir 2x üstə gəl. Burada da 2-lər gedir, x qalır. Bunu atıram elə. 2x 3 olur. X də 3 böl 2. 16-cı suala baxaq. 16 tipli sualda asanlama çox qarşımıza çıxır. Bunu ortaq məxrəcə gətirsəm, x də 5 üstə gəl xy bərabərdir 3. Bu da y də 5 üstə gəl xy bərabərdir 2. Çarpaz vursam, buradan 5 üstə gəl xy 2y alınır. Buradan da 5 üstə gəl xy 3x alınır. Baxın, hər ikisində 5 üstə gəl xy var və 2y ilə 3x-ə bərabərdir. Belə çıxır ki, 2y də 3x-ə bərabərdir. Biz burada y-ə 3k desək, x olur 2k. Bizdən x böl y istəyir, 2 böl 3. A variantı. 14-cü sual. Bunu açıram. 7x çıx 2x üstə gəl 6. Bərabərdir. Bunu heç açmayacağım. A üstə gəl 1x üstə gəl k üstə gəl 4. Baxın, bu olur 5x. Şimdi suala diqqət edin. Sual deyir ki, ck, yəni çözüm küməsi, bu da solution set r-dir. Yəni, bunun sonsuz sayda həlli var. Bunun sonsuz sayda həlli necə olar? Bunun sonsuz sayda həlli olması üçün bura 5x-dirsə, gələk bura da 5x olsun. Yəni, a olsun 4. Bu 5 eləsin. Və eyni şəkildə sərbəst hədlər də bir-birinə bərabər olsun. Yəni, k üstə gəl 4 olsun 6. K da olsun 2. K2 A-da 4, vurduq 8. 17-ci sual, bunu vurub açıram. X kvadrat üstə gəl 2x çıx x çıx 2 bərabər, yox, açmıram. Gəlin, mən sizə daha sadəni deyək. Eyni olduğuna fikir vermədim. Bunları atıram. X üstə gəl 2 bərabərdir. Burada 1 qaldı da böləndə 1. X oldu -1. Amma nəyi ki atmışam, onu ayrıca sıfıra bərabərləşdirirəm. Çünki o 0 olduğu halda 0 nəyə vursam, x üstə gəl 2-yə vursam, yenə 0 alınacaq. X də oldu 1. -1 və 1. İlk yazdığım həll ikinci dərəcədən denklem olurdu, yəni kvadrat tənlik. Nəzərə alsaq ki, hazırda o düşmür. Biz bu formada yazmamız daha məsləhətdir. 5x üstə gəl 2x üstə gəl 6 bərabərdir tx üstə gəl 5. Buradan alınır 7x üstə gəl 6. Bizə deyir ki, bunun həlli yoxdur. Bunun həlli necə olmaz? Heç vaxt həll edə bilmərəm. Baxın, burada 6 ilə 5 bərabər deyil. Əgər bu 7x, bu da 7x olsa, bunlar gedərlər, islah olarlar. Qalar 6 bərabərdir 5. Yəni, bu mümkün olmaz. Əgər t 7 olsa, bunlar getdilər və t-nin 7 olduğunu düşünün. 6 bərabər 5 qaldı və boş çoxluq alındı. Deməli, t 7 olsa, bunun həlli yoxdur. 18 x üstə gəl 5 qardaşlarımızı atıram. X üstə gəl 3 bərabərdir -2. X də olur -5. Gedib -5 yazıram mı? Təbii ki, yazmıram. Vay. Because x üstə gəl 5 nə ola bilməz? Nə ola bilməz? 0 ola bilməz. X bərabər deyil -5. Cavabı -5 tapsam belə, paydanı 0 elədiyi üçün o həlli götürmürəm. Buna da mütləq diqqət eləyək. 19-cu sual. X kvadrat çıx 5x 20 bura keçsə üstə gəl 4 bərabərdir 0. Biz bunun çarpanlarını ayırsaq x çıx 4 x çıx 1 bərabər 0. X'imiz 4 və 1 olur. Tutaq ki, bunu bilmirəm. Başqa necə eləyə bilərəm? Bunu yazaram x çıx 4 x üstə gəl 4. Burada 5-i çıxardaram. Qalar x çıx 4. Çünki bayaq dediyim kimi altdakı qaydanı əslində keçmirik də artıq x çıx 4-lər gedir. Çarpanlar ayırmada bunu görəcəyik, amma yenə də.
X üstə gəl 4, 5 olur. X olur 1 və bunu 0-a bərabərləşdirirəm. X'imiz olur 4. Keçdiyimiz mövzular nəzərə alınsa ki, burada hələ birinci dərəcədən denkləmlərdəyik. İkinci üsul daha düzgündür. 21-ci suala baxaq. Deyir ki, y2 olanda x 3-dür, y5 olanda x nədir? Gəlin birinciyə baxaq. y2 olsun. X sıx 2 böl 4 bərabərdir 5 böl m. Buradan x sıx 2 vur m bərabər olur 20'ye. Bize bir de deyib ki, mən burada yazmadım. X də 3'dür. X'e də 3 verdim. Bura oldu 1. M də oldu 20. İndi M'i 20 tapdıq. Bunu saxladıq. Y5 olanda x nə olar? Gəlirəm təkrar. X sıx 2 böl 2 vur 5 bərabərdir 5 üstə gəl 3 böl. Artıq M'in 20 olduğunu bilirəm. 20. X sıx 2 böl 10 bərabərdir 8 böl 20. Bu 10 ile 20'ni aparsam 2, çarpaz vururam 2x sıx 4 bərabərdir 8. Buradan 2x 12 olur, x də olur 6. Gəldik. Var 2 sual daha orada. 20. suala. 20. sual. Hər tərəfi vurun bir dənə 15'ə. 3 ilə böldüm 5, vururam 50 çıx 5x. 5 ilə böldüm 3, vururam 3m çıx 3x. 5 ilə böldüm 3m. 3m'lər gedir. 50 çıx 8x 50 olur, x də olur. 50 böl 8, yəni 25 böl 4 D variantı. Burada da hər tərəfi 1 kök 2'dir. 1 kök 2'dir, yaxşı. Birinci hər tərəfi 6'ya vurum. 6 ilə 2 gedir 3. 3x üstə gəl 9m. 6'nı 3'ə bölürəm 2, vururam. Qabaqda da mənfi var. Mənfi 2x çıx 2m bərabərdir 5. 3x sıx 2x, x üstə gəl 7m bərabərdir 5. Necə 1 kök 2'dir? Kök x'dir. 2 üstə gəl 7m 5. Ama neyse səhv yazmışım. Neyse səhv yazmışım. 5'i 6'ya vurmamışam da. Bu 30 oldu. 30. 7m 28 m de 4. 23'e baxaq. Bize bir özü belə deyib, 4 bucaqlı verib, deyib ki, bu şəkildə A vur D, üstə gəl B vur C ilə. Yoxsa nə deyir, onu eləyək də. Deməli, A'nın yerində 3 var, D'nin yerində 3. 3 vur 3, üstə gəl B, C. 4 və X. 4 vur X. Bərabərliyini burada baxıram. A'nın yerində X üstə gəli 1, D'nin yerində 2, B'nin yerində 5, C'nin yerində 3. 9 üstə gəl 4X, 2x üstə gəl 2 üstə gəl 15. Buradan 4x'dən 2x çıxırıq 2x bərabərdir 17 çıx 9 8. X də oldu 4. Birinci dərəcədən bir bilinməyin denklem olduğuna görə denklemi sağlayan köklərin toplamı kaçdır? Birinci dərəcədən deyirsə, bu qüvvət 1 olmalıdır. 2m çıx 1 bərabərdir 1. M de oldu. Ne? M de oldu 1. M mütləq 1 olmalıdır. M 1 bölü 2 olsa bu x üstü 0 olar. Əslində onda nəzər almalıyam. O da mümkündür. Birinci variant budur. M 1 oldu. M 1 olanda bu oldu x. Üstə gəl x çıx 5 bərabər 0. Buradan 2x 5 olur. X də olur 5 böl 2. İkinci variant nədir? Baxın, burada x'in öz qüvvəti 1 olar. Bu onsuz da x üstü 1'dir. Əgər bu 0 olsa, yenə də heç nə dəyişmiş olmasın. Yəni 2m çıx 1,
2,1. Çünki biz dərəcə deyəndə ən böyüyü götürürəm. Yəni bu 0 olsa yenə də dərəcə 1 olaraq qalmış olur. Çünki bunun dərəcəsi 1-dir. 2,1 0 olsa m olar 1/2. Hə, indi bu olar x üstü 0 üstə gəl 2-də 1x çıx 5 bərabərdir 0. Bu da 2-də 1x qaldı. X üstü 0 1 deməkdir. 1 çıx 5 mənfi 4 keçir o tərəfə 4. X'imiz də olur 8. X 8 olsa yenə də bu düz alınır. X bir dənə 8, bir dənə də 5/2. Bunları toplayaq. Olur 21/2. Yəni E variantı cavabımız. Bu da deyirsən testin son sualıdır. Bəli. Bir A bitdi. Bu 1B'dir. Bəli. Test 1A'nın son sualıdır. İnşallah növbəti dərs görüşərik. Sağ olun uşaqlar.